Pul qazanmaq hər insan üçün vacibdir, amma qazanılan pulu düzgün idarə etmək və onu gələcək üçün böyütmək hər kəsin bacardığı bir məsələ deyil. Bəzi insanlar qazandıqları pulu yalnız gündəlik xərclər üçün istifadə etdiyi halda, bəzi insanlar isə hər qazancı gələcək üçün yeni bir fürsət kimi görürlər. Onlar üçün investisiya sadəcə seçim deyil, həyat tərzidir. Əmanət toplamaq, maliyyə təhlükəsizliyi yaratmaq və gələcəkdə rahat yaşamaq arzusu bu insanların əsas məqsədinə çevrilir. Astrologlar hesab edirlər ki, bəzi bürclər doğuşdan gələn maliyyə intizamı və ağıllı qərar vermək xüsusiyyəti ilə seçilir. Bu insanlar pulun dəyərini daha yaxşı anlayır, riskləri düzgün hesablayır və gələcəyi düşünərək hərəkət etməyi bacarırlar. Onlar üçün hər maaş günü yeni investisiya planı deməkdir. Bəzən qızıl, bəzən xarici valyuta, bəzən isə daşınmaz əmlak bu insanların əsas maraq dairəsinə çevrilir. İnvestisiya mövzusunda ən diqqət çəkən bürclərdən biri şübhəsiz ki, Boğa bürcüdür. Boğa bürcü üçün pul sadəcə xərcləmək üçün vasitə deyil, təhlükəsizlik hissidir. Onlar gələcəkdə rahat və problemsiz yaşamaq üçün bu gündən plan qurmağa başlayırlar. Riskli addımlar atmağı sevinirlər və daha çox təhlükəsiz investisiya yollarına üstünlük verirlər. Xüsusilə qızıl və dəyərini itirməyən əmlak növləri Boğa bürcü insanlarının ən çox diqqət etdiyi sahələrdən biridir. Boğa bürcü insanları qısa müddətli qazanc dalınca qaçmırlar. Onlar uzun müddətli düşünməyi sevirlər və gələcəyə addım-addım planlaşdırırlar. Qazandıqları hər vəsaiti diqqətlə idarə edir, lazımsız xərclərdən uzaq durmağa çalışırlar. Dəbdəbəli və rahat həyatı sevsələr də maddi təhlükəsizlik olmadan böyük risklər etmirlər. Onların əsas məqsədi gələcəkdə rahat və problemsiz həyat qurmaqdır. İnvestisiya mövzusunda ən diqqətli bürclərdən biri də Qız bürcüdür. Qız bürcü insanları üçün hər qəpik önəmlidir. Onlar bazarı sadəcə izləmirlər, hər detalı diqqətlə analiz edirlər. Hansı vaxtda alış etməyin daha doğru olduğunu, hansı qərarın daha çox qazanc gətirəcəyini araşdırırlar. Onlar təsadüfi qərar verməyi sevmirlər və hər addımı planlı şəkildə atırlar. Qız bürcü insanlarının ən böyük üstünlüyü detalları görmək bacarığıdır. Onlar lazımsız xərcləri tez müəyyən edir və həmin vəsaiti daha faydalı istiqamətə yönəldirlər. Kiçik əmanətlərin zamanla böyük qazanca çevriləcəyini yaxşı bildikləri üçün səbirli davranırlar. Onlar üçün investisiya intizam tələb edən uzun yol deməkdir. Bu səbəbdən də maliyyə məsələlərində ən ağıllı və hesablı bürclərdən biri hesab olunurlar. Oğlaq bürcü isə investisiya mövzusunda ən ciddi və məqsədli bürclərdən biri sayılır. Onlar həyatda uğur qazanmaq üçün daim gələcəyi düşünür və hər addımı hesablayırlar. Oğlaq bürcü insanları emosiyalarla deyil, məqsədlərlə hərəkət etməyi üstün tuturlar. Qazandıqları pulu sadəcə xərcləmək yerinə onu gələcək üçün sərmayəyə çevirməyə çalışırlar. Oğlaq bürcü üçün investisiya sadəcə qazanc deyil, həyatın təhlükəsizliyidir. Onlar daşınmaz əmlak, qızıl və uzun müddətli gəlir gətirən sahələrə daha çox maraq göstərirlər. Gələcəkdə rahat yaşamaq və maddi problemlərlə qarşılaşmamaq üçün erkən yaşlardan plan qururlar. Hətta bir çox oğlaq bürcü insanı gənc yaşlarından etibarən gələcək həyatını düşünərək addım atmağa başlayır. Astrologlar bildirirlər ki, bu üç bürc maliyyə mövzusunda ən diqqətli və ağıllı davranan insanlar sırasında yer alır. Onlar qazandıqları pulu dəyərləndirməyi bacarır, gələcək üçün möhkəm təməl qurmağa çalışırlar. Riskləri minimuma endirmək və qazancı artırmaq bu insanların əsas xüsusiyyətlərindən biridir. Ən son astroloji şərtlərə görə Boğa qız və Oğlaq bürcləri yaxın dövrdə maliyyə məsələlərində daha uğurlu qərarlar verə bilər. Onların səbirli və planlı davranışı gələcəkdə daha böyük qazanc əldə etməsinə səbəb ola bilər. Bu səbəbdən astrologlar həmin bürclərə maliyyə imkanlarını diqqətlə dəyərləndirməyi və ağıllı qərarlar verməyi tövsiyə edirlər.